Sonra tamamdır. Deməli, gəlsin Dilbər müəllimə öz təəssüratlarını bildirsin, görür imtahanda nə cür düşünürdü, nədə yazdı. Ay Aslan müəllimə, mən ürəyimdən keçən nə deyə bilirəm də eləmə açıqcası. Mən sıfırdan gəlmişdim. Mən gözəl xanım Asiman müəlliməm, mən isteş yetirmən nail olacaq. Çox sağ ol, sən təşəkkür edirəm müəllimə. Sən biz ürəkdən gəlir, sözüm ürəkdən gəlir, yəni ki, gələnin deyəcəm. Çox sağ ol, minnətdaram. Sağ ol. Gəl, Ülviyə müəllimə, gəl görüm, necə bal yığdın? Mən 54. Necə oldu? Təəssüratlarını bölüşüyorum. Müəllimə, vallahi həyəcan o qədər yox idi, çünki o yüzden həyəcan onları kadar hep edirəm özümüz. Dedim ki, yox, sakin. Amma neyse, müəllimə, mən orada kurikuluna bir fənlər arasında tek çalışam mənə gəlir. Üç tərəfim oradan deyil, üç tərəfimdə ixtisalsan olmalı mənə gəlir. Mənə gəlir, adəyimə. Amma orada bir sual var, imşalanma mövzusu. Amma o həqiqətən səhv sual idi. O sualın başı Sual veriləcək. Həbə o sual səhv idi. Bir 2 saat 3 səhvim orada mənə gedib. 2 səhv 3 səhvimdə burada 6 sual bizdə belə. Qalan amma hər şey yaxşı. Bizə deydim. Kurikulum qrupunda da deyirlər ki, o sual səhv idi. Təkcə biz deyilik də deyən. Çünki o sual səhv O sualdan mişarlanma sözü olmalı deyildi də. Mişar sözü səhv idi orada. Təbrik edirəm. Təbrik ola bilərdi. Gəlsin Səbinə müəllimə. Danışanlar səslərini bağlayır. Səbinə müəllimə gəlsin. Fikirlərini bildirsin. Heç də mən çox sevincliyəm. 58 bal yığdım. Çox sağ olun. Burada sizin əziyyətiniz çox böyükdür. Həmişə sizin asar sözləriniz mənim üçün kulminasiya nöqtəsi o sir söz idi. O da həqiqətən imtahana düşdü. O sualı görən kimi ürəyimdə sizə o qədər dua elədim. Çox rahatlıqla onu seçdim. Çox sağ olun, var olun. Allah köməyiniz olsun. Öpürəm sizi. Sağ olun. Luma müəllimə gəl görün bal da deyil. Mən ilk öncə mən sizə təşəkkür edirəm. Yəni orada olmağınız elə mənim üçün ən böyük motivasiya idi. Gəldiniz yaxşı ki. Açar sözlər öz müəllimə demişkən təbii ki öz sözünü deyir. 57 bal topladım. Yəni əməyinizi halal edin. Halal xoşunuz olsun. Sizin əməyiniz çox. Halal xoşunuz olsun. O 3 balda fikirləşirəm ki, görən nəyə səhv eləmişəm. Şükür olsun. Diqqətsizlik oldu. Miriyəm müəllim gəlsin görək. Miriyəm müəllim yoxdur. Miriyəm müəllimin yəqin işi var. Onda, gəl. Müəllimə, hər vaxtınız xeyir. Hər vaxtınız xeyir. Gəldim. 52 baldı məndə. Ancaq mən özümdə 56 bal gözləyirdim həqiqətən. Niyə görə? Çünki sual işarəsi qoydu. 2-3 sual nədir, variant əlavədə öz qeydlərimdə. Vaxtım olmadı o qayıdıb baxmağa. Şükür olsun. Amma bir şey də deyim ki, mən özümü hədsiz suallara hazırlamışdım da sizin sayənizdə. Ancaq bu kültürlük suallar ki var idi, bir var idi də orada. O da o deməkdir ki, yəni həqiqətən də sizin sayənizdə bir künc, bucaq biz öyrənmişik. Bu o deməkdir. Mən elə başa düşürəm. Sağ olun, çox sağ olun. Aha, Allah kömək. gəlsin Nərmin müəllimə. Nərmin Bərdə. Gəl görün. Hə, müəllimə, mən də ilk öncə ən birinci sizə təşəkkür edirəm. Bu tür gözəl kollektivlə işləmək mənə də çox xoş oldu. Mən də 55 bal yığmışam. Elə mən də fikirləşirəm ki, görüm 5 bala harda səhv elə yol vermişəm. Hamısını gördüm ki, dərslərimizdə olanlardır. Kurikulum da mənə çox asan gəldi. Keçdiklərimiz idi hamısı. Nərmin müəllimə həm kurikulumu, həm də ixtisası müəllimlə hazırlaşmışdı. Qeyd edək burada. Ruslan yazan müəllimimiz, yəni Nuranə müəllimə. İmtahanla bağlı öz təəssüratlarınızı bildirin. Çox sağ olun müəllimə. Həqiqətən əziyyət çəkdiniz bizim üçün. Sizin o verdiyiniz açar sözlərdən həqiqətən orada istifadə etdik, düşmüşdü. Haqqınızı helal eləyin. Mən çox orada kurikulumdan çətinlik çəkdim. İnşallah o bir sertifikasiya imtahanlarımızda sizinlə hazırlaşmağa fikirləşirəm. Əgər qəbul etsəniz inşallah. Təbii ki, təbii ki. Sağ olun, Allah razı olsun. Həqiqətən əziyyət çəkdiniz. Həm uşaqlar, balaca uşaqlar, həm özünüz. Yəni özüm yaxşı başa düşürdüm onu. Sizin də dərsdəki yorğunluğunuzu görürdüm. Özüm də dərsə gedə-gələ ibtidailərə gedirdim. Həqiqətən axşamlar gəlib o yorğunçuluğu dərsə qoşulanda istərsiniz adam yorğunluq hiss eləyirdi. Sizi də görürdüm, orada başa düşürdüm. Çox sağ olun, Allah razı olsun. Əziyyətinizi Nuranə müəllimə kurikulumu da başqa adamla hazırlaşıb, bunu da deyək, qeyd edək. Mən qarışıq mövzular oldu orada.